Hər vaxtınız xeyir. Deməli, başqa bir marşrutdayam. Ümumiyyətlə, səhifəyə yazıb soruşurdunuz ki, oradakı qardır. İstədim bunu göstərəm sizə. Baxın, bu bir növ qardır deyə bilərik, amma tam da qar deyil. Buna daha çox buzlaq deyirlər. İndi biraz sonra daha ətraflı izah edəcəm, niyə buna qar demək olmaz. Birincisi, gördüyünüz kimi bu çox bərk olur, buz kimi olur. Amma üstü də qardır. Ümumiyyətlə, buzlaq qarın, buzun, daşın qarışığından olur və illərlə həmin ərazidə qalır. Yəni, misal üçün, burada mənim indi üstündən keçdiyim bu buzlaq bəlkə 2 il, 3 ildir, 5 ildir buradadır. İndi hava fəsillər dəyişəndə necə dəyişməyindən asılı olaraq. Və qara nisbətən çox gec əriyir təbii ki və hətta bəzən yay gəlir, keçir, ərimir, yenidən qış gəlir, üzərinə qar yağır. Və bu buzlaqların sayəsində bu çaylar il boyu axa bilir. Buzlaqlar olmasaydı, sadəcə qarlar suyu təmin eləsəydi, yəqin ki, bir müddətdən sonra çay quruyardı. Buranı görürsünüz, çayı biraz bizim Quban çaylarından fərqlidir. Daha təmizdir və rəngi fərqlidir. Yəni elə təmizliyi də ona fərqli rəng verən. Belə, orada gördükləriniz baxın, hamısı buzlaq parçalarıdır. Yaxınlaşın baxaq.